Kanalımın əziz abunəçiləri, Cənnətə gedən yol əsərinə izahat gətirmək istərdim. Əsərin sonunu anlamaq biraz çətindir. Yəqin ki, ikinci dəfə əsəri dinləməli olacaqsınız. Demək istərdim ki, həyatını ərinə həsr etmiş, həmişə əzilmiş qadını gərək ciddiyə alaq. Gecikməkdən qorxan zaman tiki yaranan xanım Fosterin əri bilərəkdən həmişə ləngiyərək qadını incitirmiş. Diqqət edəcəyiniz məqamlar bunlardır. 1. Avtomobildə kiçik beyaz qutu tapıb xanım Foster ərinin arxasınca evə yollanır. Açarı dəliyə salır, lakin qapını açmır. 5, 6, 7, 8, 9, 10 saniyə durub nəyəsə qulaq asır. Sonra açarı dəlikdən çıxarıb sürücüyə hava limanına sürməyi əmr edir. Hətta səsi belə dəyişir. 2. Parisdə qızı, nəvələri ilə vaxt keçirən qadının hər həftə ərinə məktub yazması sizi çaşdırmasın. Yeməyini yeməyi unutma sözlərini ciddiyə almayın. 3. 6 həftə keçdikdən sonra evdə hamı kədərli olduğu bir vaxt xanım Fosterin keyfi yerindəymiş. Vidalaşan zaman açıq aydın əzizlərinə tezliklə görüşəcəklərinə işarə edibmiş. 4. Ərinə dönəcəyi xəbərini teleqramla bildirən qadını hava limanında heç kim qarşılamayıb və qadın bundan təəccüblənməyib, hətta bu ona məzəli gəlib. 5. Evin zənginin çalması, heç kimin qapını açmaması qadında təlaş yaratmadı. Açarla qapını açıb evə daxil olanda döşəmədəki məktublarını görüb narahat olmadı. 6. Ev soyuqdur və evdən qəribə bir qoxu gəlirdi. Qadın qətiyyətli şəkildə lift tərəfə addımladı. Geri dönən zaman üz ifadəsi sakit və məmnun idi. O sanki tərəddüdlərinin yerinə yetməsindən xoşbəxt görünürdü. 7. Qadın lift təmiri kontoruna zəng vurur və söyləyir ki, lift 2 və 3-cü qat arasında ilişib. Xanım Foster oturub ustanı gözləməyə başlayır. Və o çox sakitdir, heç nədən narahat deyil. Yəqin nəyin baş verdiyini artıq anladınız. Bu qan dondurucu bir hərəkətdir. Həmişə əzik və qorxaq bir qadından bunu yəqin ki, heç birimiz gözləməzdik. Amma həyatda hər şey olur. Xanım Fosterin ərinin arxasınca evə gəlməsi, açarı dəliyə salıb, qapını açmaması, 10 saniyə gözləməsi, sonra açarı dəlikdən çıxarıb, heç nə olmamış kimi Parisə getməsi və ərinə oradan məktub yazması. Çox qorxunc bir qadın, çox dəhşətli bir sonluq.